Törəmə və tətbiqləri funksiyaların törəməsi bölməsi. Birinci sual fx bərabərdir 6 vurulsun kotangens 3x-in törəməsini tapın. Bilirik ki, əmsal varsa, əmsalla işimiz yoxdur, əmsal qalır, sərbəst. Kotangens 3x-in törəməsinə baxırıq. Kotangens 3x-in törəməsi mənfi 1 bölünsün sinus kvadratı 3x vurulsun 3x-in təzədən törəməsi. Bu da bərabərdir. 3x-in törəməsi edəcək 3, 6-ya vurduq 18, mənfi də qarşıda var, yazdıq qarşıya. 18 bölünsün sinus kvadratı 3x. Yəni A bəndi. İkinci də eyni tip sualdır. Sadəcə orada tangensdir. İkinci sualda 2 tangens 6x-in törəməsi soruşulur bizdən. Yenə 2 əmsalda işimiz yoxdur ondan. Tangens 6x-in törəməsi 1 bölünsün kosinus kvadratı 6x vurulsun 6x-in törəməsi. 6x-in törəməsi 6-dır. 2-yə vurduq 12 bölünsün kosinus kvadratı 6x. Üçüncü sual. Burada cavab edir B bəndi. Üçüncü sual. Üzr istəyirəm. B yox. Ana D bəndi. 12 bölünsün kosinus kvadratı 6x. Üçüncü sual. 2 ln x plus x kubu. 2 ln x plus x kubunun törəməsi bərabərdir. Cəmin törəməsi ayrı-ayrıqda toplananların törəmələri cəminə bərabərdir. Plus x kubunun törəməsi. 2 ilə işimiz yoxdur. Ln x-in törəməsi 1 bölünsün x eləyir. Plus 3x kvadratı da bu eləyəcək. Yəni 2 bölünsün x plus 3x kvadratı. Keçdik digər suallara. Dördüncü sual. Dördüncü sualda birinci sadələşmə aparaq. Y bərabərdir 5x minus 8 vurulsun 5x plus 8 verilir bizə. Bu bərabərdir 25x kvadratı plus minus 64. 25x kvadratı minus 64-ün törəməsi bərabərdir. 25x kvadratının törəməsi çıxılsın 64-ün törəməsi. 25x kvadratının törəməsi, yenə 25 əmsalda ondan işimiz yoxdur. X kvadratının törəməsi edəcək 2x, yəni 50x, çıxılsın 0 edəcək 50x. Cavab B bəndi. Beşinci sual, eyni şəkildə hər birinin ayrı-ayrı törəməsinə baxırıq. X üstü 6 plus 2x minus 3-ün törəməsi bərabərdir. X üstü 6-nın törəməsi plus 2x-in törəməsi minus 3-ün törəməsi. Yəni 6x üstü 5 plus 2. Eyni qayda ilə 6 da onun kimidir. Sadəcə ən sonunda yerinə yazacağıq 0 törəməsini aldıqdan sonra. Yəni 2-də 1x kvadratının törəməsi birbaşa belə yazıram. Plus 2x-in törəməsi plus 1-in törəməsi bərabərdir. Eləyəcək demək bu 2x edir. Bu 2-də 1-ə vuranda x qalacaq. Burada 2 qalacaq. İndi bizdən soruşur ki, törəməsinin x-in 0 qiymətindəki qiyməti. 0 nöqtəsindəki qiyməti. Yəni yerinə 0 yazırıq onu. 0 plus 2 edəcək 2. 7-ci sual. Burada biraz əvvəl yuxarıda 3-cü suala aid bir sualdır. Eyni şəkildə 7-ci sual. Tək-tək törəməsinə baxaq. 2x kvadratının törəməsi çıxılsın ln x-in törəməsi. 2x kvadratının törəməsi edəcək 4x. Ln x-in törəməsi 1 bölünsün x. Y bəndi. Növbəti suallar 8, 9, 10. Buradan aşağıdan yazıram. 8-ci sual. Sinus x-in törəməsi plus kosinus x-in törəməsi olacaq. Sinus x-in törəməsi bilirik ki, kosinus x-dir. Kosinusun törəməsi mənfi sinusdur. Edəcək çıxılsın sinus x, yəni D bəndi. 9-cu sual. Ya 9-u yenə sadələşmə edib yaza bilərik, ya da ki, qüvvət kimi. Sadələşmə edib yazmaq daha rahat olacaq. Burada mənfi 1-i mötərizə xaricə çıxarsaq, qalacaq kosinus kvadratı çıxılsın sinus kvadratı x. Bu da bilirik ki, kosinus 2x-ə bərabərdir. Mənfi kosinus 2x elədir. İndi mənfi kosinus 2x-in törəməsini axtarırıqsa, mənfi əmsalda qalır kənarda. Kosinus 2x-in törəməsi eləyəcək mənfi sinus 2x. Bir mənfi də qabaqda var, müsbətə çevrilir artıq. Müsbət sinus 2x vurulsun 2x-in törəməsi. 2x-in törəməsi də 2 eləyir. Vurulsun kosinus, daha doğrusu sinus 2x. 2 sinus 2x deməlidir. 10-cu sual.
Buradan yazıram. Kök 4-cü dərəcədən x kubu bərabərdir. X üstündə 4-də 3 kimi yazırıq. İndi x üstündə 4-də 3-ün törəməsi qüvvətin törəməsi kimi. Əmsal kimi gəlir qarşıya bu qüvvət və üstündən bir vahid azalır. Yəni 4-də 3 vurulsun. X üstünə mənfi 4-də 1 eləyəcək. Bu da bərabərdir. 4-də 3 vurulsun, 1 bölünsün. X üstünə müsbət 4-də 1. Yəni 3 bölünsün, 4 vurulsun, kök 4-cü dərəcədən x eləyəcək. Bunun da cavabı variant olaraq deyim, burada yuxarıda olduğuna görə Y bəndi. 3 bölünsün 4 kök 4-cü dərəcədən x eləyəcək. 11, onun kimi də artıq yazmıram, təkrar olmasın. 12, 13. Y bərabərdir kosinus 12-ci sual. 1 bölünsün x-in törəməsi. Y bərabərdir kosinus 1 bölünsün x-in törəməsi. Bu da bərabərdir. Kosinusun törəməsi mənfi sinus eləyir. Vurulsun, təzədən 1 bölünsün x-in törəməsində yazmalıyıq. Bu da bərabər eləyəcək. Demək, 1 bölünsün x-in törəməsi mənfi 1 bölünsün x kvadratıdır. Mənfi də qabaqda var. Eləyəcək müsbət 1 bölünsün x kvadratı. Vurulsun sinus 1 bölünsün x. Müsbət 1 bölünsün x kvadratı, sinus 1 bölünsün x. Eyni şəkildə 13. Sinus 1 bölünsün x-in törəməsi bərabərdir. Kosinus 1 bölünsün x vurulsun yenə 1 bölünsün x-in törəməsi. Bu da deyəcək mənfi 1 bölünsün x kvadratı, kosinus 1 bölünsün x. 14. Ln 2x plus 1-in törəməsi. Ln'in törəməsi 1 bölünsün 2x plus 1 vurulsun 2x plus 1-in törəməsi. 2x plus 1-in törəməsini şifahi yazaq. 2x-in törəməsi 2 eləyəcək, 1-in törəməsi 0 eləyəcək. Yəni 2 bölünsün, 2x plus 1 də bu eləyəcək. 15 də eyni şəkildə alınacaq. 2 bölünsün, 2x minus 1 də bu eləyəcək. Uzatmıram. Keçdim digər suallara. 16. Aşağıdan yazıram buradan. 16-cı sual. Fx bərabərdir. 3-də 1 3x plus 1-in kubu. Bunun törəməsini axtarırıq biz. 3-də 1 əmsaldır, bunu yazıram. 3x plus 1-in kubunun törəməsi. Yəni 3-də 1 vurulsun. Qüvvət kimi baxanda birinci, 3 vurulsun 3x plus 1-in kvadratı eləyəcək. Yenidən vurulsun 3x plus 1-in törəməsi. Bərabərdir. Bu 3'lər ixtisar getdi. 3x plus 1-in törəməsi, 3x'in törəməsi, 3 1-in törəməsi 0. Yəni 3 vurulsun. 3x plus 1-in kvadratı eləyir. İndi bizdə ən sonunda deyir ki, yerinə mənfi 3 yazın. Yazaq yerinə. 3 vurulsun. 3 vuraq mənfi 3 plus 1-in kvadratı bərabərdir. 3 vurulsun. Mənfi 9-da gələk 1 edəcək mənfi 8-in kvadratı. Yəni 3 vurulsun 64 edəcək 192. Deməli. Eyni şəkildə 17. Yazın 17-ni. Yenə 3'də 1 əmsaldır, saxlayırıq, yazırıq ki, x kvadratı plus 5x mötərizə kubunun törəməsi. 3'də 1 vurulsun, bu qüvvət yenə əmsal kimi gəlir qarşıya, x kvadratı plus 5x-in üstü 1 vahid azalır, 2 eləyir. Vururuq x kvadratı plus 5x-in təzədən törəməsinə. Bərabərdir. İndi bu 3'lər ixtisar getdi. Bunu yazaq, x kvadratı plus 5x-in kvadratı. Burada nə alınır artıq? X kvadratın törəməsi 2x eləyir, 5x-in törəməsi də 5 eləyir. İndi bizə deyir ki, yerinə mənfi 1 yazın. Yazaq yerinə mənfi 1. Mənfi 1-in kvadratı 1. Vurulsun, üstə gələk 5 minus mənfi 5 vurulsun mənfi 1. Plus 5 vurulsun mənfi 1-in kvadratı. 2 vurulsun mənfi 1 plus 5 də burada var. İndi 1-dən 5 çıxanda mənfi 4 kvadratı 16. Mənfi 2-nin də üstə 5 gələndə elədi 3. Müsbət 3. 16-nı da 3'ə vurduq. 48. Müsbət 48. 18. Buradan yazıram. 4 vurulsun kök x törəməsi minus 3x törəməsi plus 5-in törəməsi bərabərdir. Bərabərdir 1-ə. Törəməsi bərabərdir 1-ə. 4 kök x-in törəməsi 4 vurulsun 1 bölünsün 2 kök altda x minus 3 bərabərdir 1. 4 ilə də 2-ni ixtisar elədik. Qaldı. 2 bölünsün kök x bərabərdir. 3'ü sağ tərəfə keçirəndə eləyəcək 4.
Kök x bərabər olacaq 2 bölünsün 4. İxtisar elədik 2-də 1. Kvadratı yüksəldirik. X bərabərdir 4-də 1. Yəni 0,25. 18-ci cavabı C bəndi. Sonra 19. 19 da əslində 18-dən eyni tip sualdır. Yenə də yazım. 19. 6x-in törəməsi çıxılsın 3 kök x-in törəməsi çıxılsın 8-in törəməsi bərabərdir bu səfər 3-ə. Yəni nə eləyir? 6x-in törəməsi 6, 3 kök adlı x 3 vurulsun 1 bölü 2 kök adlı x bərabərdir 3-ə. İndi alacaq demək 3 bölünsün 2 kök x bərabərdir 3-ə. 3-ləri ixtisar elədik. Demək ki 2 kök x bərabərdir 1-ə. Kvadrata yüksəldirəm. 4x bərabərdir 1-ə. X bərabərdir yenə 4-də 1-ə. Yenə də 0,25 edəcək. Bizə deyir ki, hansı doğru deyil? 20-ci sualda. Hansı bərabərlik doğru deyil? 3x-in törəməsi 3x vurulsun elən 3-dür. Doğrudur. Sinus x-in törəməsi kosinusdur. Tangens x-in törəməsi 1 bölünsün kosinus kvadrat x-dir. Kotangensin törəməsi 1 bölünsün sinus kvadrat x yox, mənfi 1 bölünsün sinus kvadrat x-dir. Loqaritma 3 əsasdan x 1 bölünsün x elən 3-dür. Doğru olmayan B bəndidir. 21. Hansı bərabərlik doğru deyildir? 2x-in törəməsi 2x vurulsun elən 2 düzdür. Tangensin törəməsi mənfi yox, müsbət 1 bölünsün kosinus kvadratı. Demək ki, bu olacaq. İstidigərlərinə baxmağa ehtiyac yoxdur. Ondan sonra 22-ci sual yazırıq. Yazmıyor, əslində şifahidir də. 4x kubunun törəməsi eləcək 12x kvadratı. Kosinusun törəməsi də mənfi sinus x. Çıxılsın 5-də 0-dır. Yəni eləcək 12x kvadratı çıxılsın sinus x. Bu eləcək 12x kubu, sinusun törəməsi kosinus x-dir. 5-in törəməsi də 0-dır. 12x kubu çıxılsın kosinus x, yəni y bəndi. Sonra 24-cü sual deyir ki, funksiyanın törəməsinin qrafiki hansıdır? Bunun törəməsi y' bərabər olacaq mənfi 7. Yəni, y-i mənfi 7 nöqtəsində keçəcək və x-ə paralel olacaq y bəndi. 25-də də eyni şəkildə törəməsi y' bərabərdir 3. Y-i 3-də kəsəcək, müsbət yerdə kəsəcək. Burada görürsünüz, mənfi olmaz. Müsbət yerdə kəsəcək və x-ə paralel olacaq. Yəqin ki, yuxarıda bir yerdədir. Baxaq. Baxın, bu olacaq. Y bərabərdir 3 eləyəcək. Cavab D bəndi. Digər suallara baxırıq indi. 26, 27. Bu suallara baxaq. Buradan yazıram. 26-cı sual. B vurulsun kök altında x minus 2-nin törəməsi. Və yerinə də 3 yazanda 2-yə bərabər olubdur. Birinci biz bunun törəməsinə baxaraq. B vurulsun 1 bölünsün 2 kök altında x minus 2 vurulsun x minus 2-nin törəməsi. Bunun törəməsi 1 eləyir. Yəni bu bərabər oldu. B bölünsün 2 kök altında x minus 2. Və deyir ki, yerinə 3 yazanda törəməsində 2-yə bərabər olur. Yazaq indi. B bölünsün 2 vuraq kök altında 3 minus 2 bərabər olub 2-yə. Buraya deyir 2 və B bərabər olur 4-ə. Cavab oldu. Eyni qayda ilə 27-ni yazmaq lazımdır. Daha təkrar deyə yazmıram. Keçdim 28-ə. 2 minus 6x-in törəməsi bərabərdir. 1 bölünsün 2 kök altında 2 minus 6x vurulsun 2 minus 6x-in törəməsi. İndi 2 minus 6x-in törəməsi, 2-nin törəməsi 0, 6x-in törəməsi mənfi 6. Bölünsün 2 kök altında 2 minus 6x. 2 ilə də 6-nı ixtisar elədik. Mənfi 3 bölünsün kök altında 2 minus 6x eləyəcək. Yəni, A bəndi. Keçdik digərinə. Eyni şəkildə 29-da bu tip sualdır. Keçirəm onu. Gəldik 30. 30 da biraz əvvəl buna aid yazmışdıq. Nə olur burada? 2 əmsal kimi gəlir qarşıya. 2 vurulsun x kvadratı plus 3. Üstü 1 vaid azalır. Sonra vururuq x kvadratı plus 3-ün özünün törəməsi. Yəni, bərabər olur. X kvadratı plus 3-ün törəməsi, x kvadratının törəməsi 2x-dir. 3-ün törəməsi 0-dır. 2x vurulsun 2 vurulsun x kvadratı plus 3. Yəni
4x vurulsun x kvadratı plus 3 eləyəcək. Funksiyasının törəməsini tapaq. Burada biraz yer açaq, bunu rahat yazaq. 31-ci sual. Tek yazıram. Sinus 2x'in törəməsi minus 5 kosinus 3x'in törəməsi minus 2x'in törəməsi. İndi sinus 2x'in törəməsi bərabərdir 2, yani birbaşa yazmayayım. Kosinus 2x vurulsun 2x'in törəməsi. 2x'in törəməsi 2 eləyir, vurulsun kosinus 2x. 5 kosinus 3x'in törəməsi bərabərdir. Mənfi 5 vurulsun sinus 3x vurulsun 3x'in törəməsi. Çünki kosinüsün törəməsi mənfi sinusdur. Ona görə mənfini bəri başdan yazdım. 3x'in törəməsi 3 eləyir, 5'ə vurduq 15 eləyəcək. Vurulsun sinus 3x. İndi gətirək yerinə yazaq. 2x'in törəməsi 2 eləyəcək. Sinus 2x'in törəməsi 2 kosinus 2x minus mənfi 15 sinus 3x plus 15 sinus 3x çıxılsın 2. Bax bu. 2 kosinus 2x plus 15 sinus 3x çıxılsın 2, yəni cevabı. Digəri də bunun kimi olacaq. 32. Birbaşa yaza bilərikmi? 2x'in törəməsi 2. Kosinus 2x'in törəməsi mənfi 2 sinus 2x 32. 4x'in törəməsi 4 kosinus 4x edəcək. Yəni elə alandır. Sonra gəldik nisbətən biraz daha mürəkkəb suala. Yəni hasildir artıq bu. 33-cü sual. X kvadratı vurulsun sinus x'in törəməsi. Deyirdik ki, hasil olanda iki funksiyanın hasili varsa yazırıq bu formada. Birincinin törəməsi vurulsun ikinci. Plus birinci vurulsun ikincinin törəməsi. Yəni 2x vurulsun sinus x. Sinus x'in törəməsi kosinus edir. X kvadratı vurulsun kosinus x olacaq bu formada. Ondan sonra, yəni hansı variant eləyir? Buradan x'i də çıxartmışıq mötərizə xaricinə. 2 sinus x plus x vurulsun kosinus x. Cavab B bəndi. 34-cü sual 33-dən eynidir. X kubu vurulsun kosinus x'in törəməsini bizdən istəyir. Yazmalıyıq x kubunun törəməsi vurulsun kosinus x. Plus x kubu vurulsun kosinus x'in törəməsi. Və bu da bərabərdir. X kubunun törəməsi 3x kvadratı vurulsun kosinus x. Kosinusun törəməsi mənfi sinus edir. Qabaqda da müsbət var deyə olacaq x kubu vurulsun sinus x. Buradan da x kvadratını mötərizə xaricinə çıxarsaq qalacaq 3 kosinus x minus x sinus x. 3 kosinus x minus x sinus x aləndə. Sonra keçdik 35'ə. 35-ci sualda tək-tək yenə törəməsini azıq, sonra yerinə 1 yazıb hesablamaq lazımdır. 4x vurulsun 5 bölünsün ln 4'ün törəməsi minus 2x kubunun törəməsi çıxılsın 5'in törəməsi. 5'in törəməsi 0'dır. Burada 5 bölünsün ln 4 sabit ədəddir. Yəni burada dəyişən yoxdur. Ona görə bu əmsal kimi çıxır qarşıya. 4 üstü x'in törəməsi də 4 üstü x vurulsun ln 4 eləyir. Vurulsun x'in törəməsi 1'dir. Minus 2x kubunun törəməsi, x kubunun törəməsi 3x kvadratı 2'yə də vurduq 6x kvadratı. 5'in törəməsi də 0. Sadələşmə var yenə. Ln 4'lər ixtisar gedər. Qalacaq 5 vurulsun 4 üstü x minus 6x kvadratı. İndi gətirib yerinə 1 yazırıq. Bu da olacaq 5 vurulsun 4 üstündə 1 minus 6 vurulsun 1'in kvadratı. Yəni 20 çıxılsın 6 14. Cavab C'dəndir. 36 da eyni tip sualdır. Yazmıram onu. Təkrar olmasın. 37. Yenə törəməsini alıb x bərabərdir pi bölünsün 2 nöqtəsində qiymətini hesablayacaq. X vurulsun sinus x'in törəməsi bərabərdir. X'in törəməsi vurulsun sinus x plus x vurulsun sinus x'in törəməsi. Bərabərdir. X'in törəməsi 1 vurulsun sinus x elədir sinus x. Sinus x'in törəməsi kosinus x'dir. X vurulsun kosinus x. İndi gətirib yerinə pi bölünsün 2'ni yazmalıyıq. Bərabərdir. Sinus pi bölünsün 2 plus pi bölünsün 2 vurulsun kosinus pi bölünsün 2. Kosinus pi bölünsün 2 0'dır. Sinus pi bölünsün 2 1'dir. 1'in də üstünə 0 gələndə edəcək 1. Bu da 38.
Keçdik digər suallara. Daha doğrusu 37-ci sual idi. 38 də eyni 37 kimi sualdır. Ondan işimiz təkrar olmasın deyə yazmıram. Keçdim 39-40-a. Bunlar da təkrar suallardır. Yəni bir-birinə oxşar suallardır. Birini göstərin. 39-cu sual. Sinus x kvadratı. Bunun törəməsi bərabərdir. Birinci sinusun törəməsinə baxırıq. Kosinus x kvadratı. Sonra vururuq x kvadratının törəməsinə. Bu da bərabərdir. 2x vurulsun kosinus x kvadratı. Yəni deyiləndir. Eyni şey 40-a aiddir. 41. 41-də nə verib bizə? Yenə törəməsini alıb yerinə -1 yazmalıyıq. X kubunun törəməsi plus 6x kvadratının törəməsi plus 3 vurulsun x plus 1-in kvadratının törəməsi plus 110-un törəməsi bərabərdir. X kubunun törəməsi 3x kvadratı, 6x kvadratının törəməsi edəcək 12x, x kvadratının törəməsi 2x, 6-ya da vurduq 12x. Burada nə edirik? Burada 3-dən işimiz yoxdur. Birinci qüvvət kimi baxırıq. Qüvvətin törəməsi nə idi? Əmsal gəlirdi qarşıya, üstü 1 vaid azalırdı. Sonra vururduq. Bax, bu qüvvətin əsasının törəməsi, yəni x plus 1-in törəməsi. 110-un törəməsi də 0-dır. Bərabərdə alınanı yazaq indi. 3x kvadratı plus 12x plus, indi bu x plus 1-in törəməsi edir 1. X-in törəməsi 1, 1-in törəməsi 0. Bunu da vurub atsaq 6x plus 6. Və bizə deyir ki, yerinə -1 yazın. Yazaq indi yerinə -1. 3 vurulsun -1-in kvadratı minus 12 minus 6 plus 6. Eləyəcək 3 çıxılsın 12, yəni -9. Cavab D bəndi. 42 də eyni tip sualdır. Keçirəm digər suala, da onu təkrardır deyə yazmıram. 43-cü sual. 43-də deyir ki, fx verib -x kubudur. Fx funksiyası -x kubu funksiyasıdır. Bizdən f(x) çıxılsın, fx bərabərdir 0 tənliyinin kökləri cəmin istəyir bizdən. Tapaq. Birinci bunun törəməsini alaq. -x kubunun törəməsi bərabərdir -3x kvadratı. Gətirək yerinə yazaq. -3x kvadratı minus -x kubu bərabərdir 0. Və buradan alırıq ki, x kubu çıxılsın 3x kvadratı bərabərdir 0. X kvadratını mötərizə xaricdən çıxartdıq. Burada qalır x minus 3 bərabərdir 0-a. Ayrı-ayrıqda 0-a bərabər edirik. X kvadratı bərabərdir 0-a. X minus 3 bərabər 0, yəni x 3-dür. X 0 və 3. Cəmin istəyir bizdən. 0-ın üçün toplayacağıq 3. Bu oldu 43-cü sual. 44-cü sual da eyni tipdir. Sadəcə bu səfər arada plus var. Eyni şeydir. Keçdim digər suala. Yəni gəlirik 45-ci sual. (45-46) eyni tip sualdır. 45 nisbətən çətin kimidir, onu yazıram. X kvadratı vurulsun y üstü x-in törəməsi bərabərdir. X kvadratının törəməsi vurulsun y üstü x plus x kvadratı vurulsun y üstü x-in törəməsi. X kvadratının törəməsi 2x vurulsun y üstü x plus x kvadratı vurulsun y üstü x-in törəməsi yenə də y üstü x-dir. İndi buradan da x-i çıxarda bilərik mötərizə xaricinə. Y üstü x-i də çıxara bilərik hətta. Nə eləyir? Y üstü x-i çıxartsam, təkcə y üstü x-in çıxarılmış forması verilir bizə. 2x plus x kvadratı eləyəcək. Yəni, B bəndi. 46 da eyni tip sualdır. 47-ni yazaq. Y üstündə x kubu çıxılsın 1-in törəməsini alıb yerinə 1 yazacaq. Bərabərdir. Alınır demək y üstündə x kubu minus 1 vurulsun x kubu minus 1-in törəməsi. X kubunun törəməsi 3x kvadratı, 1-in törəməsi 0-dır. Vurulsun y üstündə x kubu çıxılsın 1. İndi yerinə 1 yazmalıyıq. Yazaq. 3 vurulsun 1-in kvadratı vurulsun y üstündə 1-in kubu minus 1. Y üstü 0 edir, eləcək 1. 1-ə vurduq 1, 3-ə vurduq 3. Cavab eləyəcək 3. 48 də eyni bu tip sualdır. Təkrar olmasın deyə yazmıram. Keçdik digər suala. Yəni 49. fx 5x plus 3-dür. Jx 2x vurulsun yazıram. Fx bu neçədir? 49. Fx bərabərdir 5x plus 3. Jx bərabərdir 2x vurulsun x plus 2-də 1. Vurub açaq bunu, sadələşdirək. 2x kvadratı plus 2-lər ixtisar etdi, x qalacaq.
İndi bizə nə deyir? F iştirib x kiçikdir J iştirib x bərabərliyi həll edin. Törəməsini alaq bunun. F'in törəməsi 5 eləyəcək, J-x'in törəməsi eləyəcək 4x plus 1 eləyəcək. İndi biz bunu həll edirik. 5 kiçikdir 4x plus 1-dən. Yəni 4x plus 1 minus 5 böyükdür 0-dan. 4x minus 4 böyükdür 0-dan. 4x böyükdür 4-dən. X böyükdür 1-dən. Və aldıq ki, 1-dən müsbət sonsuzluğa. Burada 1-dən müsbət sonsuza B bəndi. Eyni şey buna aiddir. Bu səfər bunun 4-dən böyük edəcəyik, həll edəcəyik. Keçirəm. 51. Təkrar sualları yazmıram uşaqlar. Özünüz yazarsınız, həm də öyrənmiş olarsınız. 51. 51-ci sualda verib bizə fx bərabərdir. Kök 3 vurulsun sinus 2x minus kosinus 2x. Funksiyasının törəməsinin ən kiçik qiymətini tapın. Birinci törəməsini alaq bunun hərə. F' x bərabərdir. Kök 3 əmsaldır. Bundan işimiz yoxdur. Sinus 2x'in törəməsi eləyəcək. Kosinus 2x vurulsun 2x'in törəməsi. Minus kosinus 2x'in törəməsi. Mənfi sinus 2x vurulsun, yenə 2x'in törəməsi bərabərdir. Aldıq nə? 2x'in törəməsi 2-dir, yazırıq yanına. 2 kök 3 kosinus 2x plus. Bunun törəməsi 2-dir. Niyə plus yazdım? Hər ikisi mənfidir deyə. 2 vurulsun sinus 2x'in törəməsi. Və bilirik ki, a sinus x plus b kosinus x bərabərdir. Kök altında a kvadratı plus b kvadratı vurulsun. Sinus x plus arctangens b bölünsün a yazılandan sonra. Bu funksiyanın qiymətlər çoxluğu mənfi kök altında a kvadratı plus b kvadratından müsbət kök altında a kvadratı plus b kvadratına qədər olur. İndi bizə deyir ki, ən kiçik qiymətini tapın. Əmsallara baxırıq. Görürsünüz, eyni tip sualdır. Əmsallar bizə bəs eləyir. Yəni, bunun qiymətlər çoxluğu olacaq. 4, bu da 12. 16-dan kök çıxacaq mənfi 4 ilə müsbət 4. Mənfi 4-dən müsbət 4-ə qədər. Bizdən ən kiçik qiymətini soruşduğuna görə mənfi 4-ü götürür. Ən böyük qiymətini soruşsaydı müsbət 4 yazarıq. Buradan aldıq. Bir daha göstərim. Kök altında 2 kök 3-ün kvadratı ilə 2-nin kvadratını topladıq. Bir dəfə mənfisi olacaq, bir dəfə də müsbət olacaq. Bu da 4 mənfi 4 edir. Keçdim digər suala. 52. Aşağıdan yazacağım buradan. 52-ci sual. Ln kosinus 3x'in törəməsi lazımdır. Və sonra da yerinə pi bölünsün 9 yazacağıq. Ln'in törəməsi 1 bölünsün x vurulsun x'in törəməsidir. Yəni kosinus 3x'in törəməsi təzədən. Bərabərdir bu da. Kosinusun törəməsi eləyəcək mənfi sinus 3x. Bölünsün kosinus 3x vurulsun 3x'in törəməsi. Yəni, mənfi 3 vurulsun, bu da eləyir tangens 3x. Tangens 3x. Və bizdən pi bölünsün 9-u qiymətini istəyir. Mənfi 3 vurulsun tangens, 3 vurulsun pi bölək 9. Yəni, pi bölək 3-ün tangensi. Pi bölək 3-ün tangensi kök 3-dür. 3-ə də vurduq, 3 kök 3. Yəni, mənfi 3 kök 3. 53 də eyni tip sualdır. Bu səfər kotangens alınacaq orada. Keçirəm. 54. Funksiyası üçün f' kiçikdir 0 bərabərliyi ödəyən tam ədədlərin cəmi. Törəməsini alaq, sonra 0-dan kiçik götürüb bərabərliyi həll edirik. X kubunun törəməsi 3x kvadratı. 4x kvadratının törəməsi 8x. 11x'in törəməsi 11, 4-ün törəməsi 0, kiçikdir 0-dan. Bildiyimiz kvadratik bərabərliyi. Köklərini tapırıq. X1 bərabər olacaq deyirək. Uzatmıram mən. X2 bərabərdir mənfi 11 bölünsün 3. Normal kvadrat tənlik kimi həll edib kökünü tapmaq lazımdır. Müxtəlif üsullarla yaza bilərsiniz. Qrupları ayırma ilə əmsallar cəminə görə baxırıq. Mən əmsallar cəminə görə yazdım. Əmsallar cəmi 0-dırsa, biri 1-dir, bir də C bölünsün A. Yəni, burada eləyəcək mənfi 11 bölünsün 3 ilə 1. Aralıqlarımızı da çəkdik. Müsbət, mənfi, müsbət. Bu müsbət də x kvadratın əmsalına görədir. X kvadratın əmsalı müsbətsə, müsbət başlayacaq. Kiçikdir 0 dediyinə görə bu bərabərliyin həlli olacaq. Mənfi 11 bölünsün 3-dən 1-ə qədər. Bu arada yerləşən tam ədədlər. Yəni, bu mənfi 3-dən 3-də 2-dir. Olacaq nə? Mənfi 3, mənfi 2, mənfi 1 və 0. Cəmin istədiyinə görə eləyəcək mənfi 6.
Keçdim. 55 də eyni tip sualdır. Sadəcə bu səfər böyük bərabər götürüb həll edirik. Gəldik 56-ya. da yazıram. Fx bərabərdir. X kvadratı çıxılsın, x bölünsün, x kubu. Yenə törəməsini alıb, yerinə -1 yazmalıyıq. Bunu da belə də düşünə bilərik biz bunu. X kvadratı çıxılsın, x vurulsun, x üstü -3. Vurub açıram. X kvadratın x üstü -3 savuranda x üstü -1. Burada da deyəcək minus x üstü -2. İndi bunların törəməsini alaq. X üstü -1 əslində 1 bölünsün x deməkdir. Minus bunu olduğu kimi saxlayıram hələ ki. 1 bölünsün x-in törəməsini bilirik biz. Əzbər bilməliyik bu sualları. Bu funksiyaların törəmələrini. Bu eləyir -1 bölünsün x kvadrat. İndi bunu necə yazırıq? Minus -2 gəlir qabağa əmsal kimi. Üstü 1 vaid azalır. Yəni -3. Belə də saxlayırıq. Vurulsun x-in törəməsini onsuz da 1. Yəni eləyəcək -1 bölünsün x kvadratı çıxır. Üstə gələk 2 bölünsün x kubu eləyəcək. Bizdən nə istəyir? Yerinə -1 yazmaq. Yazaq indi. -1 bölünsün 1 plus 2 bölünsün -1. Yəni -1 çıxılsın 2 eləyəcək -3. Cavab Y bəndi. Eyni şeyi 57 üçün də yaza bilərsiniz. Bu 56 idi. 58. Y bərabərdir. 3x vurulsun kök altda 1 çıxılsın x kvadratı minus 3 törəməsi. 3x vurulsun kök altında 1 minus x kvadratının törəməsi çıxılsın 3-ün törəməsi. 3-ün törəməsi 0. Buna hansı kimi baxırıq? 3x-in törəməsi vurulsun kök altında 1 minus x kvadratı plus 3x vurulsun 1 bölünsün 2 kök altında 1 minus x kvadratı vurulsun 1 minus x kvadratının törəməsi bərabərdir. İndi burada eləyir nə? 3x-in törəməsi 3 kök altında 1 çıxılsın x kvadratı plus 1 minus x kvadratının törəməsi -2x eləyəcək. 3x-ə vurduq, -6x burada kvadratı həm də. Bölünsün 2 kök altında 1 minus x kvadratı bərabərdir. İndi orta məxrəcə gətiririk. 2 kök altında 1 minus x kvadratı yerindədir. Vurduq bura, elə də 6 vurulsun 1 minus x kvadratı. Buna da kök çıxacaq. Minus 6x kvadratı bərabərdir. 6 ilə də nəticə çıxartmıram, yazım elə. 6 minus 6x kvadratı minus 6x kvadratı bölünsün 2 kök altında 1 minus x kvadratı bərabərdir. Yəni 6 çıxılsın 12x kvadratı 2 kök altında 1 minus x kvadratı. 6-nın 2-ni çıxartdım nəticə xaricinə. 2 ixtisar edəcəm. 3 minus 6x kvadratı bölünsün 2 kök altında 1 minus x kvadratı. 2'ler ixtisar getdi, qaldı 3 minus 6x kvadratı kök altında 1 minus x kvadratı. Yəni B məndə. 59. da demək 2x kvadratı plus 3x üstündə 4. Bunun törəməsini alıb, sonra da yerinə -1 yazmalıyıq. Birinci qüvvət kimi baxırıq, 4 gəlir qarşıya. 2x kvadratı plus 3x üstündə 3 vurulsun, üstü 1 vaid azalır, sonra da özünün törəməsi. 2x kvadratı plus 3x'in törəməsi bərabərdir. 4 vurulsun 2x kvadratı plus 3x'in kubu. İndi bunun törəməsinə baxırıq. 2x kvadratın törəməsi 4x, 3x'in törəməsi də 3. İndi bizə deyir ki, yerinə -1 yaz. Harada x varsa yerinə -1 yazar. 4 vurulsun. 2 vurulsun, -1'in kvadratı eləyəcək 2. Minus 3'ün kubu vurulsun. 4'ü -1'e vurduq. -4 plus 3 də burada. Eləyir demək, bu -1, bu da -1. İndi də müsbət 1, 4'ü də vurduq. Müsbət 4. 60-cı sual. X kubu ln kvadratı x plus 3'ün törəməsi. Sonra da yerinə y yazacaq. Yazıq. Demək, 3'ün törəməsi 0'dır. Bundan işimiz yox. Buna da hasıl kimi baxırıq. X kubunun törəməsi vurulsun ln kvadratı x plus x kubu vurulsun ln kvadratı x'in törəməsi bərabərdir.
X kubunun törəməsi 3x kvadratı vurulsun ln kvadratı x plus x kubu vurulsun ln kvadratı birinci buna qüvvət kimi baxırıq. 2 vurulsun ln x vurulsun təzədən ln x-in törəməsi bərabərdir. 3x kvadratı ln kvadratı x plus x kubu vurulsun 2 ln x. Ln x-in törəməsi də 1 bölünsün x. İndi nə qalır yazırıq? 3x kvadratı ln kvadratı x. Buradakı x-dən bu x ixtisar gedir. Bu ln-in tərkibində deyil, bu ayrıdır. X-dən x kubu ixtisar gedəcək x-ə. Qalacaq demək 2x kvadratı ln x. Demək 3x kvadratı ln kvadratı x plus 2x kvadratı ln x bərabərdir. Şimdi yerinə y yazırıq. Y yazaq, olacaq 3 vurulsun y kvadratı vurulsun ln kvadratı y plus 2 vurulsun y kvadratı vurulsun ln y. Ln y'lər hamısı 1'dir. Şimdi 3y kvadratı ilə 2y kvadratı da bərabərdir 5y kvadratına. Cavab eləyəcək, demək D-ləndi. Sonra 61 məsələn. Baxaq. (61) olacaq demək. Kosinüs 4 3x minus sinüs 4 3x. Birinci bunu sadələşdirək, ondan sonra daha rahat yazarıq. Bunu yazıram. Kosinüs kvadratı 3x'in kvadratı minus sinüs kvadratı 3x'in kvadratı bərabərdir. Alınacaq a kvadrat çıxılsın b kvadrat üstündən istifadə edir. Yəni kosinüs kvadratı 3x minus sinüs kvadratı 3x vurulsun. Kosinüs kvadratı 3x plus sinüs kvadratı 3x bərabərdir. Kosinüs kvadratı 3x eləyir kosinüs 6x, yəni kosinüs 2x'in açılışıdır. 2 qat bucaq düsturları. Bu da eləyir 1. Şimdi biz bunun törəməsini alaq. Kosinüs 6x'in törəməsi bərabərdir. Mənfi sinüs 6x vurulsun 6x'in törəməsi. Yəni mənfi 6 vurulsun sinüs 6x. Sonra da pi bölünsün 36'nı yerinə yazırıq. Mənfi 6 vurulsun sinüs 6 vurulsun pi bölək 36 bərabərdir. Yəni mənfi 6 vurulsun. 6'lar da ixtisar gedəcək. Qalacaq sinüs pi bölək 6. Sinüs pi bölək 6 da eləyir 2'də 1. Mənfi 6'ını da 2'də 1'ə vuranda eləyəcək mənfi 3. Cavab alandır. Eyni şey 62'ye aiddir. Gələk 63'ü yazaq. Demək 6 kosinüs 2x minus pi bölək 3'ün törəməsi lazımdır bizə. 6 əmsaldır. Kosinüsün törəməsi eləyəcək mənfi sinüs 2x minus pi bölək 2x. Pi bölək 3 vurulsun 2x minus pi bölək 3'ün törəməsi təzədən. Bu mənfini yazaq artıq. Mənfi 6 sinüs 2x minus pi bölək 3. Düzəldim. Bu da 2x'dir. Bu 2x'dir. Aha. 2x minus pi bölək 3'ün törəməsi, 2x'in törəməsi 2, pi bölək 3'ün törəməsi də 0'dır. Vurulsun 2. Yəni mənfi 12 sinüs 2x minus pi bölünsün 3. İndi yerinə pi bölünsün 4 yazmalıyıq. Yazaq. Mənfi 12 sinüs 2 vurulsun pi bölünsün 4 minus pi bölünsün 3. 2'lər ixtisar elədik. Qaldı demək mənfi 12 sinüs pi bölünsün 2 minus pi bölünsün 3. Elə bir ki 90 çıxılsın 60, yəni 30. Sinüs 30 da 2'də 1'dir. Mənfi 12 vurulsun 2'də 1, yəni mənfi 6. Cavab mənfi 6 yerləndi. Bu da 63-cü sual. Keçdim. Gəldi. 64 də eyni tip sualdır. 65'e aid də yazdıq. Təkrar yazın, yaxşı. 65-ci sual. X kvadratı plus x bölünsün. Bunu yazıram. X üstündə 2'də 1 kimi. Bərabərdir. X kvadratı plus x vurulsun. X üstündə mənfi 2'də 1. Vurbaçaq. Üstlər toplayanda eləyəcək 2'də 3. Yəni 1,5. Bu da x üstündə müsbət 2'də 1. Yəni x üstündə 2'də 3 plus kök x. İndi
x üstündə 2-də 3 plus kök x-in törəməsinə baxaq. X üstü 2-də 3-ün törəməsi təklikdə plus kök x-in törəməsi bərabərdir. İndi x üstü 2-də 3, 2-də 3 gəlir qarşıya, vurulsun x üstündə 2-də 3-dən 1-in çıxdıq, 2-də 1. X-in törəməsi də 1. Üstə gələk, bu da eləyəcək 2 kök x vurulsun kök x-in törəməsi, yəni 1. Bu da eləyəcək demək 2-də 3 kök x plus 1 bölünsün 2 kök x. İndi yerinə 4 yazmalıyıq. Yazaq. 2-də 3 vurulsun kök altında 4 plus 1 bölünsün 2 kök altında 4. Yəni buradan 2 çıxacaq, qaldı 3 plus. Buradan da nə çıxır? 2 çıxacaq 4-də 1. Yəni 3 tam 4-də 1. Cavab beləndi. Sonra keçdik digər suala. 66 da eyni tip sualdır. 67. Sual. Sualı köçürürəm. X plus 2. Buradan x kvadratının 4'ün yerini değiştirsək görün nə alınır. X kvadratı minus 2x plus 4. Bu düsturdur. Hansı düsturdur? X kubu plus 2'nin kubu. Bunun açılışıdır. Bizə ki törəməsində yerini 2 yaz. X kubu plus 8'in törəməsi. X kubunun törəməsi 3x kvadratı, 8'in törəməsi 0. Yerinə də 2 yazırıq. 3 vurulsun 2'nin kvadratı, yəni 12. Sonra 68. Demək, kosinus kvadratı 2x'in törəməsi. Ya dərəcəni azalmadan istifadə edib, sadələşdirib sonra yazacaq, ya da ki, bəri başdan yazacaq. Birinci qüvvət kimi baxırıq. 2 vurulsun kosinus 2x. Vurulsun kosinus 2x'in törəməsi bərabərdir. 2 vurulsun kosinus 2x. Kosinus 2x'in törəməsi mənfi sinus 2x vurulsun 2x'in törəməsi bərabərdir. Bu eləyəcək demək. Mənfi 2x'in törəməsi müsbət 2. 2'yə vurduq 4. Mənfi də qabaqda var. Mənfi 4 kosinus 2x sinus 2x. Yəni eləyəcək. Mənfi, bax bu da 2'də 1 vurmadır bunların hamısı. Sinus 4x'in açılışıdır. 2 qat uzaq düşdür. Mənfi 2 sinus 4x. İndi yerinə yazırıq biz bunun. Pi bölünsün 12'ni yazaq. Mənfi 2 vurulsun sinus 4 vurulsun pi bölək 12. Yəni mənfi 2 vurulsun sinus 4 ilə 12'ni ixtisarladık pi bölək 3. Pi bölünsün 3 bilirik ki kök 3 bölünsün 2'dir. Kök 2'lər də ixtisar getdi. Mənfi kök 3 deyələndi. Sonra 69, 70 bunlara baxaq. Eyni tip suallarda birini yazın. 69'u yazıram. 3x minus 2'də 1 kosinus 2x'in törəməsində mənfi bölünsün 4 yerinə yazıb hesaplamalıyıq. 3x'in törəməsi 3 getdi, gəldik bura. Mənfi 2'də 1 kosinus 2x'in törəməsi. Mənfi 2'də 1 ilə işimiz yoxdur. Kosinus 2x'in törəməsi mənfi sinus 2x vurulsun 2x'in törəməsi. 3 minus 2x'in törəməsi 2, 2'də 1 ilə ixtisar gedir. Mənfi müsbətə çevrilir. Sinus 2x. İndi yerinə yazmalıyıq. Mənfi pi bölünsün 4. 3 plus sinus 2 vurulsun mənfi pi bölünsün 4. Bu 2 ilə 4 ixtisar getdi. Mənfi də qarşıya gəlir. Sinus tək funksiya olduğuna görə. Yəni 3 minus sinus pi bölünsün 2. Sinus pi bölünsün 2 1'dir. 3'dən də 1 çıxdıq, qalacaq 2. 69'un cavabı 2 edəcək. 70 də eyni tip sualdır. 71'ə baxaq. Demək, mənfi 6'da 1 elən mənfi 3x'in funksiyası üçün törəməsini tapıb yerinə mənfi 24'də 1 yazmalıyıq. Tapalım. Mənfi 6'da 1 əmsaldır. Elenin törəməsi olur demək 1 bölünsün x, yəni 1 bölünsün mənfi 3x vurulsun mənfi 3x'in törəməsi bərabərdir. Mənfi 6'da 1 mənfi 3x'in törəməsi mənfi 3 eləyir. Mənfi 3 ilə də bu mənfi 3'i ixtisar eləsək, qalacaq 1 bölünsün x. Yəni, mənfi 1 bölünsün 6x. Bu da bərabərdir. Mənfi 1 bölünsün 6 vurulsun. X'in yerinə yazırıq.
Mənfi 24'te 1'i. Mənfi 24'te 1. Bərabərdir. 6 ilə 24'ü hissələdik 4. 1 ilə 4'te 1'ə bölən edəcək müsbət 4. Çünki mənfi daxil edilir. Cavab edəcək müsbət 4. Ondan sonra 72 də eyni tip sualdır. Artıq onun üstünə qalmayaq. Keçdik 73'ə. 73-cü sual. Demək deyir ki 73. Fx bərabərdir. Sinus x plus a sinus x minus b funksiyası üçün f0 bərabərdir 1'ə, f iştirib 0 bərabərdir 4 olarsa, a kubu çıxılsın, b kubunu tapın. İndi biz birinci 0, yəni normal funksiyanın yerinə 0 yazırıq, x-in yerinə elə hesablayırıq. Yəni sinus 0 plus a vurulsun, sinus 0 minus b bərabərdir 1'ə. Sinus 0 0'dır, hər ikisində 0 olur. A vurulsun mənfi b, eləyəcək mənfi ab bərabərdir 1'ə. Yəni ab bərabərdir mənfi 1'ə. Bu birinci hissə. Keçdiyim ikinci hissə törəməsini alıb sizdən 0 yazılır. Sinus x plus a vurulsun sinus x minus b'nin törəməsi. Hasilin törəməsi kimi baxırıq. Birincinin törəməsi sinus x plus a'nın törəməsi. Vurulsun sinus x minus b. İkinci. Plus sinus x minus a vurulsun sinus x minus b'nin törəməsi bu səfər. İndi nə alır? Sinus x'in törəməsi kosinus x. A'nın törəməsi 0'dır. Sinus x vurulsun minus b. Plus indi sinus x minus a vurulsun. Bu səfər sinus x'in törəməsi burada kosinus x idi. B'nin törəməsi 0'dır. İndi yerinə 0 yazıb 4'ə bərabər edəcəyik. Kosinus 0 vurulsun sinus 0 minus b plus sinus 0 minus a vurulsun kosinus 0 bərabərdir 4'ə. Sinus 0 0'dır, burada da burada da. Kosinus 0'lar da 1'dir. Alınır nə? Mənfi b minus a bərabərdir 4'ə. Oldu. Mənfi b minus a bərabərdir 4'ə. Bu da eləyir demək ki, mənfi b plus a bərabərdir mənfi 4'ə. Arada səhv edelim deyə. Burada plus aldı. Yetmiş üçüncü sual. Demək, verib bizə fx bərabərdir. Sinus x plus a vurulsun sinus x minus b. Funksiyası üçün f0 bərabərdir 1'ə. F' 0 bərabərdir 4 olarsa a kubu çıxılsın b kubunu soruşur bizdən. Yazaq indi. Demək, bir dəfə yerinə törəməsiz halda, yəni verilmiş formada yerinə 0 yazıb 1'ə bərabər. Yəni sinus 0 plus a sinus 0 minus b bərabərdir 1'ə. Bu deyir a bu sinus 0'lar 0'dır. Mənfi ab bərabərdir 1'ə, yəni ab bərabərdir mənfi 1'ə. Bu birinci hissə. Keçdi ikinci hissə, yəni törəməsində yerinə 0 yazılır. Hasilin törəməsi kimi baxacağıq. Yəni sinus x plus a vurulsun sinus x minus b'nin törəməsi bərabərdir. Birincinin törəməsi sinus x plus a'nın törəməsi sinus x minus b plus sinus x plus a vurulsun sinus x minus b törəməsi. İndi sinus x plus a'nın törəməsi, sinus x'in törəməsi kosinus x, a'nın törəməsi 0'dır. Vurulsun sinus x minus b plus sinus x plus a yerində qalır. Sinus x'in törəməsi burada ikinci metodu var, kosinus x, b'nin törəməsi də 0'dır. Bərabər 4'ə. Nə zaman? Yerinə 0 yazanda. İndi yerinə 0 yazaq. Kosinus 0, sinus 0 minus b plus sinus 0 plus a kosinus 0 bərabərdir 4.
Bu 0 eləyir sinuslar, kosinuslar da 1 eləyir. Yəni mənfi b plus a bərabərdir 4-ə. Yəni a minus b bərabərdir 4-ə və almışdıq ki, əvvəldə ab də bərabərdir mənfi 1-ə. Bu iki dənəsindən biz a kubu minus b kubunu hesablayırıq. Necə edirik? Bu köməkçi düsturumuz var idi. A minus b'nin kubu plus 3ab vurulsun a minus b. Yəni a minus b 4. 4'ün kubu plus 3 vurulsun mənfi 1 vurulsun 4. Yəni 64 çıxılsın 12 edəcək 52. Onun cavabı edir 52. Keçdik digər suala. 74. Sualda funksiyası üçün f-2 bərabər 9 bərabərliyi ödənər. Törəməsini alıb yerinə 2 yazıb, sonra 9'a bərabərlik, sonra da b-ni tapırıq. Törəməsi nə edir? X kvadratı plus bx-in. X kvadratın törəməsi 2x, bx-in törəməsi b. Yerinə 2 yazırıq indi. 2 vurulsun 2 plus b bərabərdir 9'a. Yəni 4 plus b bərabərdir 9'a, b bərabərdir 5'ə. Məsələn. Burada da yenə eyni qaydayla törəməsini alıb yerinə pi bölünsün 4 yazırıq. Yazaq. 75-ci sual. 2x vurulsun sinus 2x'in törəməsi. Çıxılsın 1'in törəməsi. Yaxşı, belə də yazın. İndi 2x sinus 2x'in törəməsi çıxılsın 1'in törəməsi. 1'in törəməsi 0'dır. Buna hansı kimi baxırıq? 2x'in törəməsi vurulsun sinus 2x plus 2x vurulsun sinus 2x'in törəməsi bu səfər. Bərabər. 2x'in törəməsi 2 vurulsun sinus 2x plus, buradan devam edirəm. 2x vurulsun. Sinus 2x'in törəməsi kosinus 2x vurulsun 2x'in təzədən törəməsi. 2 sinus 2x. 2x'in törəməsi 2. 2'yə vurduq. 4x kosinus 2x. İndi bizə deyir ki, pi bölünsün 4 yazın yerine. Yazırıq indi pi bölünsün 4. 2 vurulsun sinus 2 vurulsun pi bölək 4 plus 4 vurulsun pi bölək 4 vurulsun kosinus 2 vurulsun pi bölünsün 4. 2'lər ixtisar getdi 2. Sinus 2'də pi 1'ə bərabərdir. 2'yə də vurduq 2. Kosinus 2'də pi 0'a bərabərdir. Nəyə də vururuqsa vuruq 0. 2'nin də üstünə 0 yarımda cavab edəcək 0. 2. Yəni bu da 75. Eyni şey 76'ya aiddir. Görürsünüz. 77'ni yazaq. 77. sual. 2x bölünsün 1 minus x kvadratının törəməsini alıb yerinə 0 yazacaq. Kəsirin törəməsi kimi baxırıq. 1 minus x kvadratının kvadratı. Yəni kəsirin törəməsi məxrəcdə məxrəcin kvadratı. Surətin törəməsi vurulsun məxrəc minus surət vurulsun məxrəcin törəməsi. Yəni 2x'in törəməsi 2 vurulsun 1 minus x kvadratı minus 2x vurulsun. Yəni bunun törəməsi 1'in törəməsi 0'dır. X'in kvadratının törəməsi 2x'dir mənfi ilə. Mənfi 2x də burada. Bölünsün 1 çıxılsın x kvadrat. Və yerinə 0 yazmamızı istəyir. Sadələşmədən də yazıram. 2 vurulsun 1 çıxılsın 0. Burada 0 eləyəcək. Minus 2 vurulsun 0 vurulsun 2 vurulsun 0. Məxrəcdə də 1 çıxılsın 0'ın kvadratı. Bu 2 eləyir, 1'ə də böldük, cavab elədi 2. 78 də bu tip sualdır. Eyni, sadəcə rəqəmlər fərqlidir və yerdə x kvadratı, yəni x kubudur, olsun. 79-cu sual, buradan yazım elə bunu. 79. Tərəməsini alıb yerinə 1 yazılır. X üstü 4 minus 2x minus 1 üstündə 5'in törəməsi. 5 gəldi qabağa. X üstü 4 çıxılsın 2x çıxılsın 1 üstündə 4 vurulsun x üstündə 4 çıxılsın 2x minus 1'in törəməsi. Bu da minus. Çox da əhəmiyyəti yoxdur, olsa 0 edəcək. 5 vurulsun x üstü 4 çıxılsın 2x çıxılsın 1. İndi bunun törəməsi. X üstü 4'ün törəməsi 4x kubu. 2x'in törəməsi 2. 1'in törəməsi də 0. İndi yerinə 1 yazırıq. 5 vurulsun 1 minus 2 vurulsun 1 minus 1. 4 vurulsun 1 çıxılsın 2. Bərabərdir. Demək, bu eləyir mənfi 2, mənfi 10. 4'dən 2 çıxdıq, 2, mənfi 20. Cavab edir mənfi 20. Keçdim. 80 də eyni tip sualdır. 81'i yazaq.
81-ci sual. 2x kvadratı plus 3x plus 1 vurulsun kosinus x törəməsini alıb yerinə 0 yazacağıq. Hasilin törəməsi kimi. Birincinin törəməsi 2x kvadratı plus 3x plus 1'in törəməsi vurulsun kosinus x. Sonra da birinci vurulur ikincinin törəməsinə. 3x plus 1 vurulsun kosinus x'in törəməsi. İndi bunun törəməsi 2x kvadratın törəməsi 4x, 3x'in törəməsi 3, 1'in törəməsi 0, bu getdi, qaldı kosinus x. Gəldi indi bura. Kosinusun törəməsi mənfi sinus edəcəyinə görə bəri başdan işarəni dəyişək. Mənfi 2x kvadratı plus 3x plus 1 vurulsun sinus x. İndi nə deyir? Yerinə 0 yazaq deyir. Yazaq indi yerinə 0. 4 vurulsun 0 plus 3 vurulsun kosinus 0 minus 2 vurulsun 0, 3 vurulsun 0, plus 1, sinus 0. Sinus 0, 0 deyə bu hamısı elədi 0. Kosinus 0, 1'dir. 3'e də vurduq. Cavab elədi 3. 82 də eyni şeydir. 83. A parametrinin hansı qiymətində, müsbət qiymətində funksiyanın törəməsi cüt funksiyadır. A minus 5x kubu. A kvadratı çıxılsın 9x kvadratı plus 4'ün törəməsi. Bir görək nə edir? 83-cü sual. Bu A minus 5 əmsaldır. 3 gələcək qarşıya. A minus 5 olduğu kimi yazırıq. 3 vurulsun x kvadratı. Sonra burada A kvadratı çıxılsın 9 əmsaldır. 2 gəlir qarşıya və x. İndi aldıq ki funksiyamız nəyə bərabər oldu? A minus 5x kvadratı, hətta 3 də qarşıda var. Minus 2x vurulsun, a kvadratı çıxaq 9. İndi incələyək. Bu funksiyamız cüt funksiyadır. Bu funksiyamız tək funksiyadır. Deyir ki, funksiyamız cüt funksiya olmalıdır. Cüt funksiya olması üçün hamısı cüt olmalıdır. O zaman bunu çıxardaq buradan. A kvadrat çıxılsın 9, 0 olarsa bura tək funksiya artıq itir, sıfıra çevrilir və qalır sadəcə cüt funksiya, yəni cüt funksiya olur. Amma cütlə təkin fərqi də cəmidə nə təklə cütdür. Və a kvadrat çıxılsın 9 da bərabərdir 9 deyək. A bərabərdir 3 ilə, a bərabərdir mənfi 3. Bizdən də müsbət qiymət dediyinə görə a-nın 3 qiyməti deyirik. 84 də eynisidir. Sadəcə rəqəmlər fərqlidir. Yenə cüt funksiyada soruşuruz orada da. 85, 86 eynidir. Bunlardan birini yazdım. 85'i yazıram. Bizə veribdir demək fx bərabərdir. 2x çıxılsın 3 ilə kök x. İndi törəməsini alıb bir dəfə yerinə bir yazıb, bir dəfə də elə belə yerinə bir yazırıq. Yəni törəmə olmadan. Və bizdən bu cəmi istəyir. Törəməsini alaq. Hasilin törəməsi kimi. Birincinin törəməsi vurulsun ikinci plus. Birinci vurulsun ikincinin törəməsi. Bərabərdir. Birincinin törəməsi 2 eləyir. Çünki 3'ün törəməsi 0'dır. 2x'in törəməsi 2'dir. Vurulsun kök x. 2 kök x. Plus. 2x minus 3 vurulsun. Bu da 1 bölünsün 2 kök x eləyir. İndi bu törəməsi yerinə 1 yazaq görə neçə edir? 2 vurulsun 1 plus. 2 vurulsun 1 çıxılsın 3 vurulsun 1 bölü 2 vurulsun 1. Yəni 2 bu neçə eləyir? 2-dən 3 çıxıq mənfi. Minus 1 bölünsün 2. Yəni 1,5. Cavab edir 1,5. Bu da 85-ci sual. 86-da eyni tip sualdır. 87-ci sual. Sualda y üstündə 2x vurulsun kosinus 3x'in törəməsi lazımdır bizə. Yenə birinci funksiyanın törəməsi vurulsun ikinci funksiya plus birinci funksiya vurulsun ikinci funksiyanın törəməsi bərabərdir. Y üstü 2x'in törəməsi y üstü 2x vurulsun 2x'in törəməsi vurulsun kosinus 3x plus y üstü 2x vurulsun kosinus 3x'in törəməsi mənfi sinus 3x yenə vurulsun 3x'in törəməsi bərabərdir. 2x'in törəməsi 2. Y üstü 2x də var burada.
vurulsun kosinus 3x. Bu sefer burada minus olacaq. 3'ün törəməsi, 3x'in törəməsi 3 vurulsun y üstündə 2x vurulsun sinus 3x. İndi bizdən nə istəyir? 0 yazın yenə. Yazaq yerinə 0. 2 vurulsun y üstündə 0 kosinus 0 çıxılsın 3 vurulsun y üstündə 0 sinus 0. Bu 0 eləyir sinus 0'a görə. Kosinus 0 1'dir, 2 üstü 0 1'dir, 2'ye də vurduq 2. Cavab edir 2. 88 də eyni tip sualdır. 89'dan yazaq. Demək 89-cu sual belədir. Sinus x plus 1 vurulsun y üstündə x funksiyasının törəməsinin sıfırdakı qiymətini tapın. Birincinin törəməsi sinus x plus 1'in törəməsi vurulsun y üstü x plus sinus x plus 1 birinci vurulsun ikincinin törəməsi. Sinus x plus 1'in törəməsi, sinus x'in törəməsi kosinus x 1'in törəməsi 0 vurulsun y üstü x. Y üstü x'in törəməsi y üstü x elə olduğu kimi sinus x plus 1 də burada. Və bizdən nə istəyir? 0 yenə. Kosinus 0 vurulsun y üstü 0 plus y üstü 0 vurulsun sinus 0 plus 1 bərabərdir. Kosinus 0 1 y üstü 0 1 1 plus burada nə qaldı? Y üstü 0 1 sinus 0 0 sonra bir gəldi 1 1'i də 1'e vurduq 1 cavab elədi 2. 90 da bunun kimidir. Keçək digər sualı yazmağa. 91 91'də nə deyir? 91'də deyir ki yenə törəməsini alıb yerinə 2 yazacaqsınız. 3 kök altında x kvadratı plus 5 minus 10 bölünsün x törəməsi. Ayrıqda törəməsinə baxırıq. 3 əmsalda 3 dən işimiz yoxdur. 3 vurulsun 1 bölü 2 kök altında x kvadratı plus 5 vurulsun x kvadratı plus 5'in törəməsi çıxılsın. 10 vurulsun burada da 1 bölünsün x'in törəməsindən söhbət edir. Bərabərdir. Demək 2x kvadrat plus 5'in törəməsi 2x. 3'e də vurduq 6x. 2 kök altında x kvadratı plus 5 minus 10 vurulsun 1 bölünsün x'in törəməsi mənfi 1 bölünsün x kvadratıdır. Altına 2 x'lar getdi. 3x bölünsün kök altında x kvadratı plus 5 plus 10 bölünsün x kvadratı. İndi getirib yerinə 2 yazmalıyıq. Yazaq. 3 vurulsun 2 bölünsün kök altında 2'nin kvadratı plus 5 plus 10 bölünsün 2'nin kvadratı. Yəni 6 bölünsün, burada 4, 5, 9 eləyir. Yəni kök çıxacaq 3. 10 bölünsün 4. Bu eləyəcək 2, bu da eləyəcək 2 tam onda 5. Yəni cavab eləyəcək 4 tam onda 5. %92 də bunun kimidir. Keçək 93'e. 93'ü buradan yazıram. 93. Demək verib bizə yenə x kvadratı vurulsun kök altında 2x minus 3'ün törəməsi. Sonra da yerinə 2 yazacaq. Hasilin törəməsi kimi x kvadratının törəməsi vurulsun kök altında 2x minus 3 plus x kvadratı vurulsun 2x minus 3'ün törəməsi. Bərabərdir. X kvadratının törəməsi 2x vurulsun kök altında 2x minus 3 plus x kvadratı vurulsun 1 bölünsün 2 kök altında 2x minus 3 vurulsun 2x minus 3'ün törəməsi. Bərabərdir. 2x kök altında 2x minus 3 x kvadratı vurulsun x kvadratı 2x minus 3 plus x kvadratı vurulsun 2x minus 3'ün törəməsi edəcək 2. Aşağıda da 2 var. 2x minus 3. Bu 2'ler ixtisar getdi. İndi yerinə 2 yazacağıq. Harada x varsa. 2 vurulsun 2 vurulsun kök altında 2 vurulsun 4 çıxılsın 3. Plus 2'nin kvadratı 4. Məxrəcdə də 2'nin vurulsun 2 çıxılsın 3.
Yəni bu köklər 1 eləyəcək. 4 plus 4, bu da 4 bərabərdir 8-ə. Cavab edir 893-də. 94 də eyni tip sualdır. 95-i yazaq. Vurub açıb yazmaq daha rahat olacaq bunu. Demək, bunu vurub açanda x minus 2 vurulsun x plus 3 bərabər olacaq x kvadratı plus x minus 6. İndi bunun törəməsini alaq. X kvadratı plus x minus 6-nın törəməsi. 2x plus 1, yerinə də 2 yazaq. 2 vurulsun 2 plus 1 eləyəcək 5. 96. 96-da eyni tip törəməsini alıb yerinə 1 yazırıq. Törəməsini alaq, bir başa alaq. 6x plus 2a kvadratı bərabərdir 14-ə. Yəni yerinə 1 yazanda. 6 vurulsun 1 plus 2a kvadratı bərabərdir 14-ə. 2a kvadratı bərabərdir 8-ə, a kvadratı bərabərdir 4-ə. A bərabərdir plus minus 2-yə. Bizə müsbət qiymət dediyinə görə a-nın müsbət 2 qiymətini götürürük. Ondan sonra 97. Nə deyir? Ln x kubu plus 2x plus x bölünsün 3-ün törəməsi. Birinci ln'in törəməsinə baxırıq. Olurdu demək 1 bölünsün, bu ln'in altındakı ifadə, yəni x kubu plus 2x, sonra vurulsun x kubu plus 2x'in törəməsi. Plus 3'də 1 eləyəcək bu da. Əmsalda 3'də 1, x-in törəməsi də 1. Və yerinə 1 yazırıq indi bunların. İndi bunun törəməsinə baxaraq 3x kvadratı plus 2-də buradadır. X kubu plus 2x buradadır. Plus 3'də 1. Yerinə 1 yazaq. 3 vurulsun 1 plus 2. 1 plus 2 vurulsun 1 plus 3'də 1. Bu edir 3'də 5, bu da 3'də 1. Bu da cavab eləyəcək 3'də 6, yəni 2. Bu oldu 97. 97-ci sual. Keçdik 98-ə. 98-ci sual. Y üstündə 2x kvadratı plus 3x'in törəməsini alıb x'in yerine 0 yazırıq. Y üstü x'in törəməsi olur demək. Y üstü x'in özü bir dəfə. Bir də vurulsun y'nin üstündəki x'in törəməsi. Yəni bu ifadənin törəməsi. 2x kvadratı plus 3x'in törəməsi bərabərdir. 2x kvadratın törəməsi 4x, 3x'in törəməsi 3 vurulsun. Y üstündə yenə 2x kvadratı plus 3x. İndi yerinə biz 0 yazmalıyıq. Yazaq. 4 vurulsun 0 plus 3 vurulsun. Y üstündə 0 plus 0. Y üstündə 0 1'ə bərabərdir. Bu da 3. 3'ü də 1'ə vurduq. Cavab elədi 3. 99. Buradan yazıram elə. Demək, törəməsində x'in yerine 1 yazırıq. 5 vurulsun y üstündə x minus 1 plus x üstündə 7 bərabərdir. 5 vurulsun y üstü x minus 1'in törəməsi, y üstündə x minus 1 vurulsun x minus 1'in törəməsi plus x üstü 7'nin törəməsi 7x üstündə 6 bərabərdir. X minus 1'in törəməsi 1 eləyir. 5 vurulsun y üstü x minus 1 olduğu kimi qalır. Ve 7x üstü 6 da burada. Ve bizden ne istəyirindi? X'in yerine 1 yazmaq lazımdır. 5 vurulsun y üstüne 1 çıxılsın 1. 7 vurulsun 1 üstü 6. Bu eləyir 5, bu da eləyir 7. Cavab da eləyəcək 12. Keçdim digər suala. Yəni 100. 100 dənəsinə 99 eyni şeydir. Bunu keçirəm. 101. 101'də nə deyir? Deyir ki 4 vurulsun kök altında 3x plus 1 plus 5x'in törəməsində 5 yazırıq yerinə. Alaq törəməsini. Yerinə də 5 yazırıq. 4 əmsaldır. 1 bölünsün 2 kök altında 3x plus 1 vurulsun 3x plus 1'in törəməsi. Plus 5x'in törəməsi də 5'dir. Bərabərdir. 3x plus 1'in törəməsi 3 eləyir. 4'ə vurduq 12. Aşağıda 2 kök altında 3x plus 1 plus 5. 12'ni də 2'ni xısarədi 6. İndi yerinə 5 yazmalıyıq. Yazaq 5. 6 bölünsün kök altında 3 vurulsun 5 plus 1 plus 5. Bu eləyəcək demək
15 üstüne 1 geldik. 16 kökten çıxacaq 4. 6 bölünsün 4 plus 5. 1 tam onda 5 üstüne de 5 geldik. 6 tam onda 5. Geldi 102'ye. 102 ile 103 eyni tip sualdır. Birini yazın, biri qalsın. 102. Y üstü x plus 1 bölünsün 1 minus y üstü x'in törəməsinin sonra da yerine ln 2 yazacağıq. Bunun törəməsi. Kəsirin törəməsi necə yazılır? Məxrəzdə məxrəzin kvadratı. Surətdə surətin törəməsi vurulsun məxrəc 1 minus y üstü x. Sonra minus surət vurulsun məxrəcin törəməsi bərabərdir. 1 çıxılsın y üstü x'in kvadratı yenə məxrəcdədir. Bunun törəməsi edilir y üstü x. 1 minus y üstü x. Bunun törəməsi edilir mənfi y üstü x. Qabaqda da mənfi var. Plus y üstü x vurulsun. Y üstü x plus 1. İndi bizə deyir ki ln 2. Birinci bu lazım bizə. Y üstündə ln 2 bərabərdir 2'ye. Bunu unutmamaq lazımdır. Harada y üstü 2 varsa gətirib yerinə 2 yazaq. Y üstü x varsa. 2 vurulsun 1 minus 2 plus 2 vurulsun 2 plus 1 bölünsün 1 çıxılsın 2'nin kvadratı. Məxrəc edir 1. Məxrəclə işimiz yox. Mənfi 1. 2'ye vurduq mənfi 2. 3. 2'ye vurduq 6. Bu da eləyəcək müsbət 4. 103 də bunun kimidir. Da təkrar yazmıram. Eyni tip sualdır. 104. A-nın hansı ən kiçik tam qiymətində funksiyasının törəməsinin qrafiki OX oxundan yuxarıda yerləşir. Bu fərqli sualdır. Bu artıq fərqli sualdır. 104. Fx bərabərdir 3a ln x plus 1,5 x kvadrat minus 12x. Törəməsini alaq hələ. Törəməsini alanda edir 3a ln x'in törəməsi 1 bölünsün x. Plus 1,5 x kvadratın törəməsi 3x minus 12. Bu oldu funksiyamızın törəməsi. İndi deyir ki bu funksiyanın törəməsi OX oxundan yuxarıda yerləşir, yəni qrafik. Bu qrafikin OX oxundan yuxarıda yerləşməsi, yəni birinci, ikinci rübdə yerləşməsi o deməkdir ki, bu ifadənin qiyməti y həmişə müsbət qiymət alır. Yəni 3a bölünsün x plus 3x minus 12 böyük olmalıdır 0-dan. Ben yazaq. Orta məxrəcə gətirirəm. 3x kvadratı çıxılsın 12x plus 3a bölünsün x böyük olmalıdır 0-dan. Bu da x vurulsun 3x kvadratı minus 12x plus 3a böyükdür 0 bərabərsinin ekvivalentdir. Yəni bu bərabərsinin həlli ilə bunu həll edir. İndi burada x-ə baxırıq ki, x ilk verilən funksiyada ln x olduğuna görə ln x-in təyin olunması həmişə müsbət ədədlərdir. X həmişə müsbət. Bu həmişə müsbətdirsə, demək ki, ifadənin də müsbət olması üçün, bərabərsizliyin müsbət qiymət alması üçün bu həmişə müsbət olmalıdır, həmişə. İndi 3x kvadratı minus 12x plus 3a-nın müsbət olması üçün iki şərt var. Bu, ax kvadratı plus bx plus c böyükdür 0 bərabərsizliyin həmişə müsbət olması üçün a-nın müsbət d-nin mənfi olma şərti var. Onu sadəcə bir xatırlatma olaraq yazdım. Burada a olsa müsbətdir. Demək ki, diskriminantın mənfi olan halına baxırıq. Diskriminantı 12'nin kvadratı minus 4 vurulsun 3 vurulsun 3a kiçik olmalıdır 0-dan. Yəni mənfi 36a kiçikdir mənfi 144'dən. Bu da a böyükdür 4'dən deməkdir. 4 müsbət sonsuzluq qiymətində. Və bizə nə deyir? A-nın hansı ən kiçik tam qiymətindən? Bu arada a-nın ən kiçik tam qiyməti 5'ə bərabərdir. Cavab edir 5. Keçdim digər suala. 105. A-nın hansı qiymətində funksiyası üçün? Təkrar suallardır bunlar. Yenə də baxaq. Fx 105-ci sual. Bərabərdir a vurulsun. Bu səfər sinus kvadratı x-dir. Bir dənə sinusun kvadratıdır. Törəməsini alırıq. A vurulsun sinus kvadratı x-in törəməsi bərabərdir. A misaldır. Bundan işimiz yox. Sinus kvadratının törəməsi eləcək demək. Bir dəfə qüvvət kimi baxırıq. 2 gəlir qarşıya. Sinusun üstündən 1 varid azaldırıq. Sinus x vurulsun. Yenə də sinus x-in törəməsi. Bu da eləyəcək. A vurulsun 2 sinus x kosinus x. Yəni
A vurulsun sinus 2x edir. Bax, bu düstur sinus 2x'in açılışıdır. Və bizə nə deyir? Pi bölünsün 8 yazanda kök 2'ye bərabər olarsa A-nın qiymətini tapın. A vurulsun sinus 2 vurulsun pi bölək 8 bərabərdir kök 2'dir. İndi bu elədir pi bölünsün 4. Yəni sinus pi bölünsün 4 də kök 2 bölünsün 2'dir. A vurulsun kök altda 2 bölünsün 2 bərabərdir kök altda 2 olarsa kök 2'ləri ixtisar eləsək A bərabər olur 2'yə. A-nın 2 qiymətində. Keçdim. Aha, 106. Bizə nə deyir? Deyir ki, uyğunluğu müəyyən edin. Təyin oblastı pi bölünsün 2 plus pi k'dan başqa hər şeydir deyir. Bu tangensə aiddir. Birbaşa bunu yaza bilirik. Cüt funksiyadır. Bu da kosinüs x-ə aiddir. İndi törəməsini alıb yerinə 2'də 1, pi bölünsün 3, 2 pi bölünsün 3, 7 pi bölünsün 6 yazmalıyıq. Görək bu hansılardır? Bir yazaq. Birincinin, buradan yazıram. Birincinin törəməsi, yəni sinus x-in törəməsi eləyir kosinus x. Kosinus x-də bir dəfə pi bölünsün 3 yazsaq, bəli, kosinus pi bölünsün 3 bərabərdir 2'də 1. Bu şərt ödədi. C də bura getdi. Qaldı bunlar. İndi 2 pi bölünsün 3. Kosinusun yerinə burada, bax burada, kosinusun yerinə 2 pi bölünsün 3 yazsa, yəni kosinus 120 dərəcə, bu törəməsizdir. Törəməsizdirsə, birbaşa baxırıq. Kosinus 120 dərəcə, mənfi 2'də 1'dir. Bu da gəldi bura. Qaldı kök 3 bölünsün 2. Bu da ancaq tangenslə yox, kosinusdan sinusla olacaq da. Bunlardan biridir. Yerinə yazıb yoxlayaq. Görək hansıdır. Bunu almışıq hazır. Kosinusdur bunun törəməsi. Kosinus 7 pi bölünsün 6 bərabərdir. Çevirmə düsturundan istifadə edirik. Pi minus pi bölünsün 6 deməkdir bu. Bu da pi minus olanda adı dəyişmir. Kosinus pi bölək 6 olaraq qalır. Amma işarəsi dəyişir. İkinci rübdə çünki kosinus mənfidir. Və pi bölünsün 6 kosinusun qiyməti kök 3 bölünsün 2'dir. Yəni o da y gəldi oldu birinci. Birinci oldu c'yə, ikinci oldu b'də, üçüncü oldu a. Keçdik digər suala. Törəmələr. Hamısı törəmədir. Bir törəməsinə bax. Bilirik ki, x üstü 5'in törəməsi 5x üstü 4'dür. Ondan sonra buradan yazıram 107. Sinus 5x'in törəməsi verir bizə demək kosinus 5x vurulsun 5x'in törəməsi. Yəni 5 kosinus 5x. O da oldu ikinciyə uyğun. Y üstü x kvadratının törəməsi. Y üstü x kvadratı vurulsun x kvadratının törəməsi. Yəni 2x y üstündə x kvadratı. Bu da gəldi bura. Vəssalam. Keçdik digər suala. 107 də eyni tipdir. Sadəcə bir dənə burada 2x plus 1 var. Yazaq. %8 daha doğrusu. 108-ci sualda 2 üstü x'in törəməsi 2 üstü x vurulsun elən 2 deməkdir. Yəni 1'ə uyğun B bəndə. Kosinus 2x'in törəməsi mənfi sinus 2x vurulsun 2x'in törəməsi demək. Bu da mənfi 2 sinus 2x deməkdir. Bu da C bura uyğun oldu. 2x plus 1'in kubunun törəməsi 3 vurulsun 2x plus 1'in kvadratı vurulsun. Bir dəfə də 2x plus 1'in törəməsi. 2x plus 1'in törəməsi 2 eləyir. 3'ə vurduq 6. 2x plus 1'in kvadratı. Bu da D. Bu da belə. Keçdik digər suala. 109. Hamısı törəmədir. Tapaq hamısının törəməsi. Tangens 4x'in törəməsi bərabərdir. Demək, olacaq 1 bölünsün kosinus kvadratı 4x vurulsun 4x'in törəməsi. Yəni 4 bölünsün kosinus kvadratı 4x. 109-cu suala baxırıq. 4 bölünsün kosinus kvadratı 4x. Bu 1'ə uyğundur. Sinus 4x'in törəməsi kosinus 4x vurulsun 4x'in törəməsi. Yəni 4 kosinus 4x. Bu da ikinciyə uyğun. Kotangens 4x'in törəməsi mənfi 1 bölünsün sinus kvadratı 4x vurulsun
4x'in yenə törəməsi. Yəni mənfi 4 bölünsün sinus kvadratı 4x. Mənfi 4 bölünsün sinus kvadratı 4x. Bu da y bəndi. Çaşdırmaq üçün müsbət olan haldalar. Ondan sonra bunlar artıq asandır da. Biraz əvvəl bu 110 kimidir. Bunu keçdim. Keçdim digər sual nə idi? 111. Törəməsini alıb yerinə 2 yazacağıq. Alaq, burada göstərim. 111. X kvadrat törəməsi 2x, 6-nın törəməsi 6. Gətirib bir dəfə yerinə 0 yazırıq. 6-ya bərabər olur, ona baxırıq. Bəli, 2 vurulsun 0, plus 6, 6 elədiyinə görə bu oldu 1-ə uyğun A variantı. Sonra ikincində x kubunun törəməsi birbaşa yazaq. 3x kvadratı. 3 üstündə x-in törəməsi 3x vurulsun ln 3 deməkdir. İndi yerinə nə yazaq? Yerinə 1 yazaq məsələn. 1 yazsaq nə edir bu? 3 plus 3 ln 3. Varmı? Yoxdur. Sonra 0 yazaq yerinə. 0 yazsaq 3 vurulsun 0 plus 3'dür 0 vurulsun ln 3. Bu da bərabərdir ln 3 edir. ln 3 varmı? Var. C. 2'ye uyğun C oldu. Üçüncünü yazırıq. 2 sinus x'in törəməsi 2 kosinus x. 5x'in törəməsi də 5. Yerinə bu səfər 0 yazaq. 2 vurulsun kosinus 0 plus 5. 2 plus 5 yəni 7. Bax bu da uyğun oldu 3'ə. Digərləri ödəmədi. Ödəmədi deyəndə bir baxaq. Məsələn burada birincidə 2x plus 6 idi. 2 vurulsun 1 plus 6 edir 8. Varmı? Varmış. Bu elədir. Nə idi? D. Birinciyə uyğun. 1 yazanda 6 ilə 3 olmuş. Bax keçdik. Demək A, D, C, B. Eyni şey 112, 111'ə uyğundur. Bunları yazaq. 113. %113-cü sual. Aha, sadələşmə aparaq birinci ondan sonra. Loqaritma 2 əsasdan x bölünsün loqaritma 2 əsasdan y. Bu loqaritma y əsasdan x, yəni ln x deməkdir. Ln x-in törəməsi də 1 bölünsün x deməkdir. Yəni B bəndi. Hamısı törəmə olduğuna görə hamısının törəməsinə baxaq. Loqaritma 2 əsasdan x bölünsün loqaritma 2 əsasdan 10. Bu da loqaritma 10 əsasdan x deməkdir. Bu da bərabərdir. 1 bölünsün x vurulsun ln 10 deməkdir. Varmı? Var. Y bəndi də burada. Üçüncü, 2 üstü x vurulsun loqaritma 2 əsasdan y bərabərdir. Bu əmsaldır. Loqaritma 2 əsasdan y ilə işimiz yoxdur. Vurulsun. 2 üstü x-in törəməsi 2 üstü x vurulsun ln 2. Və bu bərabərdir. Bu 1 bölünsün ln 2 deməkdir. Vurulsun 2 üstü x ln 2. Bunlar da ixtisar yerinə qalır 2 üstü x. 2 üstü x, yəni D bəndi də gəldi bura. B, Y, D. Eyni şey 114'də var. Eyni tip sualdır. 115. X-in hansı müsbət nə qədər qaldı? Az qaldı. Baxırıq. X-in hansı müsbət qiymətində funksiyasının törəməsinin qiyməti 31'ə bərabərdir? Alaq törəmənin 115. 2x minus 1'in kubunun törəməsi plus 7x'in törəməsi. Şimdi bu kubun törəməsi 3 vurulsun 2x minus 1'in kvadratı vurulsun 2x minus 1'in törəməsi plus 7x'in törəməsi də 7'dir. 2x minus 1'in törəməsi 2 edir. 3'ə vurduq 6 2x minus 1'in kvadratı plus 7. 31'ə bərabərdir deyir. Bu bərabərdir 31 deyib tənliyi həll edirik. Demək 6 vurulsun 2x minus 1'in kvadratı bərabərdir. 7'ni keçidik o tərəf. 31'dən 7 çıxıb 24. 24 ilə də 6'nı ixtisarladık. 2x minus 1 kvadratı bərabərdir 4'ə. 4'ü keçirik indi sağ tərəfə. 2x minus 1'in kvadratı 4'ün yerinə yazıram 2'nin kvadratı bərabərdir 0'a. Yəni 2x minus 1 minus 2, 2x minus 1 plus 2 yazsaq bərabərdir 0'a. Buradan alırıq 2x bərabərdir 3'ə, x bərabərdir 1,5. 2x bərabərdir mənfi 1'ə, x bərabərdir mənfi 0,5. Bizə bu lazımdır. 1,5. 116 da eyni tip sualdır. 117.
117'də nə deyir? Deyir ki, bu funksiyası üçün törəməsini alıb yerinə 4də 1 yazıb 11-ə bərabər deyək. A parametrinin qiymətini tapaq. İndi nə verib bizə? ln a minus 2x. Bunun hamısı ln'in tərkibində. Bunun törəməsi çıxılsın. 4x kvadratının törəməsi plus 3ax-in törəməsi minus 4-ün törəməsi bərabərdir. Alaq indi. 1 bölünsün x vuraq a minus 2 vurulsun x vurulsun a minus 2'nin törəməsi. Minus 8x plus 3a bərabərdir. Bu x'in a minus 2 əmsaldır. X'in törəməsi də 1'dir. Qalacaq burada a minus 2 bölünsün x vurulsun a minus 2 plus 8x plus 3a. A minus 2'lər ixtisar 7. Nə qaldı yerdə? 1 bölünsün x plus 8x plus 3a və bu bərabərdir nəyə? 11'ə. Nə zaman? X-i ilə 4də 1 yazanı. Yazırıq. 1 bölünsün 4də 1 plus 8 vurulsun 4də 1 plus 3a bərabərdir 11. 8 ilə 4də 1 ixtisardır 2. 1'i 4də 1'ə böləndə 4 üstün 2 gəldi. 6 plus 3a bərabərdir 11'ə. 3a bərabərdir 11'dən 6 çıxdıq 5'ə. A bərabərdir 5 bölünsün 3'ə. Yəni 1,2. 118 də eyni tip sualdır. 119'u yazaq. %119. A vurulsun sinus 4x plus b vurulsun kosinus 2x. Funksiyasının şərtləri ödəyən A və B əmsalları üçün A bölünsün B-ni tapın. Aha. Bir dəfə birinci ümumiyyətli törəməsini alaq hələ. Bunun törəməsi bərabərdir. A vurulsun sinus 4x-in törəməsi kosinus 4x vurulsun 4x-in törəməsi yazıram belə. Plus B vurulsun mənfi sinus 2x vurulsun 2x-in təzədən törəməsi bərabərdir. İndi 4x-in törəməsi 4 eləyir. 4a kosinus 4x. Minus 2x'in törəməsi 2'dir. 2b sinus 2x də burada. İndi bizə deyir ki, bir dəfə 7 pi bölünsün 12 yazaq yerinə 4'ə bərabər, bir dəfə 3 pi bölünsün 4 yazaq yerinə 2'ə bərabər. Yazıram. 4a vurulsun kosinus 4 vurulsun 7 pi bölünsün 12. Minus 2b vurulsun sinus 2 vurulsun 7 pi bölünsün 12 və bu bərabərdir 4'ə. Şimdi 4 ilə 12'ni ixtisarladık 3. Elədir 4a kosinus 3'te 7 pi minus 2b vurulsun sinus 2 ilə 12'ni ixtisarladık 6'da 7 pi bərabərdir 4'ə. Şimdi 4a vurulsun kosinus bunu yerine yazırıq 2 pi plus 3'te pi. Yenə deyir 3'te 7 pi. Bunun yerine yazırıq sinusun pi plus pi bölək 6. Bu da edir 6'da 7 pi. Şimdi bu 2 pi plus olanda 2 pi atılır. Dövrüdür da artıq. Qaldı kosinus pi bölək 100. Kosinus pi bölək 100 2'də 1'dir. 4a'nı 2'də 1'ə vuranda necə 2a. Sinus pi plus pi bölək 6 necə sinus pi bölək 6 amma mənfi ilə. Çünki 3-cü rübə düşür. Bu da 2'də 1'dir. Mənfi 2'də 1. 2 ilə ixtisar gedəcək qalacaq b bərabərdir 4'ə. Bu birinci hissə. Buradan ikinci hissəsini yazın. Demək 4a vurulsun. Bu səfər yerinə 3 pi bölünsün 4'ü yazılır. Kosinus 4 vurulsun 3 pi bölünsün 4. Minus 2b vurulsun sinus 2 vurulsun 3 pi bölünsün 4 və bu bərabərdir bu səfər 2'yə. 4'lər ixtisar getdi. Qalacaq 4a kosinus 3 pi minus. Burada da 2b sinus 3 pi bölünsün 2 bərabərdir 2'yə. Kosinus 3 pi'nin içərisində 2 pi dövrüdü atdıq. 2 pi'yə bölüb elə bir ki qalığı götürürük. Qaldı pi. Kosinus pi də mənfi 1 edir. Mənfi 4a. Sinus 2'də 3 pi də mənfi 1 edir. Plus 2b bərabərdir 2'yə. Hər tərəf mənfi 2'yə bölək. 2a minus b bərabərdir mənfi 1'ə. Bunu da yazıram yanına. 2a plus b bərabərdir 4'ə. Toplasaq alt-alta bir dəfə nə eləyir? Mənfi 2b bərabərdir müsbət 3'ə. Mənfi daha doğrusu yanlış elədim. Bir dəqiqə düzəldim. 4a bərabərdir 3'ə. A bərabərdir 3 bölünsün 4'ə. A'nın yerinə 3 bölünsün 4 yazardım. Ya da ki, neyiniyək? Bu qalsın bir kənarda. Bir dəfə də bunu çıxıram alt-alta. Yəni yazıram buradan.
2a minus b bərabərdir mənfi 1'ə, 2a plus b bərabərdir 4'ə. Alt-alta çıxıram. Çıxanda 2a'lar gələcək, qalacaq mənfi 2b bərabərdir mənfi 5'ə. Yəni, b bərabərdir 2-də 5'ə. Bizdən nə istəyir? A bölünsün b. A bölünsün b bərabərdir 4'də 3 bölünsün 2'də 5. Yəni 4'də 3 vurulsun 5'də 2. Bu da eləyəcək 10'da 3 və ya 0,3. Elə də 119. Yaxşı, cavab elədi 0,3. Keçdim 120-ci suala. 120'də nə deyir? Baxaq. Aha. Törəməsini alıb yerinə pi bölünsün 4 yazıb 5'ə bərabər eləyib A ilə B-nin fərqini tapmalıyım. Yazaq. A vurulsun ln sinus x törəməsi plus B vurulsun ln kosinus x törəməsi bərabərdir. Ln sinus x-in törəməsi 1 bölünsün sinus x vurulsun kosinus x, yəni kotanyes x-ə bərabərdir hər zaman. Plus ln kosinus x-in törəməsi 1 bölünsün kosinus x vurulsun kosinusun törəməsi, yəni mənfi sinus x-dir. Bu da mənfi tanyens x-ə bərabərdir hər zaman. Yəni A kotangens x minus B tangens x oldu. İndi yerinə pi bölünsün 4 yazırıq. Yazaq. A vurulsun kotangens pi bölünsün 4 minus B vurulsun tangens pi bölünsün 4. Pi bölünsün 4'ün tangensi də, kotangensi də 1'ə bərabərdir. Ona görə də qalır elə A minus B. Və bərabər eləməliyik biz bunu 5'ə. Demək ki, A minus B nəyə bərabərdir? 5'ə. 121 bu bölmənin sonuncu sualı. 121'də yazaq. K-nın hansı qiymətlə funksiyasının törəməsinin ən böyük qiyməti 22'dir. Baxaq indi. Törəməsini alaq. 5 vurulsun kosinus kvadratı 3x minus 2 plus kx minus 19 funksiyasının törəməsi bərabərdir. İndi qüvvət kimi baxaq elə. Bunun törəməsi eləyəcək demək. Mənfi 5 vurulsun sinus, hələ tələsməyək. Yenidən yazalım. %121. 5 vurulsun kosinus kvadratı 3x çıxılsın 2 plus kx minus 19 funksiyasının törəməsinin ən böyük qiyməti 22'yə bərabərdir. Törəməsini alaq. 5 vurulsun kosinus kvadratı qüvvət kimi baxanda bir dəfə 2 vurulsun kosinus qüvvəti 1 bayt azalır 3x minus 2 olduğu kimi qalır. Sonra kosinus 3x minus 2'nin törəməsi. Plus kx'in törəməsi k, 19'un törəməsi də 0. Getdi. Davam edirik. 10 vurulsun kosinus 3x minus 2. İndi kosinus 3x minus 2'nin törəməsi mənfi sinus 3x minus 2 eləyir. Sonra vurulsun 3x minus 2'nin yenə törəməsi plus k. 3x minus 2'nin törəməsi 3. 10'a vurduq. 30. Mənfi də qabaqda var. Mənfi 30. Kosinus 3x çıxılsın 2, sinus 3x çıxılsın 2. Mötərizə yapmışam, tam edeyim. Plus k bərabər. İndi bu ifadə sinus 2 alfa kimi istifadə edə bilərik. Yəni mənfi 30 vurulsun. 2'də 1 sinus 2 qat buzaq büstünün açılışıdır. Yəni bunun 2 misli 6x minus 4 plus k. İndi 30'dan 2'ni xısarladık. Mənfi 15 sinus 6x minus 4 plus k. Bu ifadənin ən böyük, ən kiçik qiyməti, bir dəfə sinusun yerinə bir dəfə də mənfi 1 yazırıq. 1 yazanda edir mənfi 15 plus k. Mənfi 1 yazanda 15 plus k olmuş olur. Deyək ki, k müsbətdirsə, bu arada yerləşir. Bunu yazdıqdan sonra biz ən böyük qiymət dediyinə görə bu ən kiçik, bu ən böyük qiymət olaraq götürürük. 15 plus k 22'ye bərabərdir. O zaman k bərabər 22'dən 15 çıxdı, 7. Cavab 7.